Salam, hər birinizi xoş gördük. Yeni video ilə qarşınızdayıq və bugün sizə ASCII kodları haqqında danışmaq istəyirik. Excel-də ASCII kodları. ASCII sözünün açılışı belədir: American Standard Code for Information Interchange. Yəni məlumat mübadiləsi üçün Amerika standart kodlaşdırmadır. Amma mənasını izah eləyim. ASCII kompüterlərin hərfləri, rəqəmləri, simvolları tanınması üçün istifadə olunan standart kodlaşdırma sistemidir və bu Excel-də də geniş tətbiq olunur. Sadə dildə desək, hər simvolun bir rəqəmsal qarşılığı var. Müəyyən bəzilərini qeyd eləmişəm əslində burada. Məsələn, deyək ki, bu simvol nə ola bilər? Hərf ola bilər, rəqəm ola bilər, müəyyən simvollar ola bilər. Məsələn, böyük A hərfinin ASCII qarşılığı 65-dir. B hərfi 66-ya bərabərdir və s. Boşluq bildiyimiz probelin rəqəm qarşılığı 32 koduna bərabərdir. Yeri gəlmişkən qeyd edim ki, Excel-də həm kiçik hərflərə və böyük hərflərə və kiçik hərflərə fərqli-fərqli kodlar, ASCII kodlar təyin olunur. Bəs Excel-də ASCII necə istifadə olunur, hansı hallarda bizə lazım ola bilər, bunu izah eləyəcəm. Əsas iki funksiya işlənilir bununla əlaqədar. Biri code formulasıdır, biri char formulasıdır, hansı ki character sözündən götürülmüşdür, yəni mənası simvol deməkdir. Və gəlin baxaq, kod formulası nə edir bizə? Kod formulası deyək ki, hər hansı bir söz yazmışıq və yaxud rəqəm yazmışıq, hərf yazmışıq, fərq eləmir. Mütləq şəkildə mətndəki ilk simvolun, yəni ən birinci soldan ilkin ASCII kodunu bizə verir. Baxın bu formada. Məsələn, mən görmək istəsəm ki, kod formulasını yazıb sözü seçsəm və o mənə A hərfinin kodunu qaytaracaq, 65 və yaxud təkcə B hərfinin kodunu görmək istəyirəmsə, ASCII kodunu, o mənə deməli 66 bunu verəcək. Char formulası nə edir? Əks məntiqlə işləyir. Bu dəfə isə ASCII kodunu simvola çevirir. Deyək ki, mən bilmək istəyirəm ki, cədvəldə, ASCII cədvəlində deyək ki, 100 koduna aid olan, bərabər olan simvol hansıdır? Char yazıram və bunu qeyd eləyirəm. Görürük ki, balaca D hərfinə bərabərdir. Kod və char formulasını bir yerdə istifadə edə bilərik. Bunu necə istifadə eləmək olar? Əslində maraqlı bir yolunu, maraqlı bir belə deyək də praktik nümunəni istəyərdim, göstərim sizə. Deyək ki, bizim ilk xanamızda bir xanada A hərfi yazılıb. Sonra isə sadəcə sıralanmış bir rəqəmlərim var. Deməli, bunu 25-ə qədər gəlin qeyd eləyək. Məqsəd nədir? Mən sadəcə olaraq kod və char formulasından istifadə edərək burada latın əlifbasının, ingilis əlifbasının hərflərini qeyd eləyəcəm. Birinci hərfimiz A-dır və bunu belə yaza bilərəm. Character, yəni char formulası, çünki bizə simvol lazımdır, hərflərimiz lazımdır. Daha sonra kod formulasını qeyd eləyirəm və artıq kod formulasının daxilində ilk deməli mətnim A hərfi olacaq. A-dan başlayır əlifba. Bunu sabitləyirik və üstünə 1 gəlirik. Yəni bu rəqəmləri gəlirik. Aşağı sürüşdürəcəyik formulanı. Nə edəcək? Bizim deməli kod formulasının cavabı A-ya uyğun olaraq 65-dir və hər dəfə üzərinə 1 gələcək. Deyək ki, olacaq 66, daha sonra 65-in üstünə 2, 67, 68, 69 və beləcə ingilis əlifbasının hərfləri sıralama ilə gedəcək. Bunu bu şəkildə verəcəyik biz. Okay? A, B, C, D, E, F, G və s. Kiçik hərflərlə başlamaq istəyirsinizsə, kiçik hərf qoyun, bunu A hərfi qoyun və bu formada kiçik hərflərin sıralamasını verəcək. Okay, bu hər hansı bir praktik nümunə idi. Sadəcə biləsiniz ki, char, kod formulası iç-içə istifadə oluna bilər. Gəlin Excel-də digər praktik nümunələrə baxaq. Nə edə bilərik bu ilə bağlı? Maraqlı bir tapşırıq eləyəcəyik burada. Line break, bəlkə eşitmisiniz. Line break anlayışı sətir sonunu deməkdir.
Yəni bir xananın içində yəqin görmüsüz, 6 alt-alta sətrə düşür. Məsələn, yaza bilərəm ki, hello, alt enter vasitəsilə biz, 2-ci sətrə düşürük. Baxın, bax bu şəkildə. Hello, how are you? Amma bunu alt enterlə elədik. İndi gəlin bunu biz, həmin bu öyrəndiyimiz formullar əsasında edək. Belə bir yenə də praktik nümunə göstərəcəm. Deyək ki, mən kənarda ayların adlarını yazıram. Siyahı yaradacağam. Deməli, yanvardan dekabra kimi. Daha sonra illər yaratmaq istəyirəm. Olsun 2024-dən 2030-a kimi il. Və bir dənə də ssenari var burada. Buna yazaq deməli, months. Bu mənim ayımdır. Bu ildir, year və scenario. Bu da ssenaridir. Model ya da yazaq. Gəlin model yazaq. Modelimiz də belə olacaq. Actual, yəni cari rəqəmlər, budget, büdcə rəqəmləri, forecast, proqnozlar, forecast rəqəmləri və olsun bir də last year, keçən ilin rəqəmləri. Bunu daha çox maliyyəçilər biləcək, çünki adətən hesabatların hazırlamasında belə bir modellərdən istifadə olunur. Okay, və hər biri üçün biz deməli, data validation vasitəsilə siyahılar yaradacağıq. Siyahıları necə yaradırıq? Gəlin başlıqlarımızı kopyalayaq bura və onu deməli kontrol düyməsi vasitəsilə transpoz eləyəcəyik alt-alta. Okay. Və burada hər birinin qarşısında öz siyahısını yaradacağıq. Aylar üçün data menyusundan data validation götürürük. Buradan list edirik siyahı və source bölməsində aylarımızın sıralamasını qoyuruq. Okay. Artıq biz burada ayları görürük. June məsələn. İli də eyni qayda ilə il götürəcəyik data validationdan. List və source bölməsindən yenidən illəri seçirim. Bunu əslində əllə də yazmaq olar, amma biz bu formada etdik. Modeli isə yenidən data validationdan yenə də siyahı yaradıb, source və biz modellərimizi götürürük bu formada. Məsələn, büdcəni götürək. Üçünün eyni gəlin elə eləyək ki, səliqəli formada olsun. Okay. Bu mənim modellərimdir. Məsələn, mən 2026 iyun ayının büdcəsinə baxmaq istəyirəm və yaxud cari rəqəmlərini görmək istəyirəm və yaxud 2025-in deyək ki, cari rəqəmlərini görmək istəyirəm iyun ayı üçün və yaxud may ayı üçün və s. Bu hər dəfə belə dəyişən bir şeydir. Biz hal-hazırda müəyyən bir deyək ki, hər hansı bir model quracağıq, dashboard yığacağıq və bunu istəyirəm ki, belə bir dinamik vəziyyətə gətirim. Necə gətirəcəm bunu? Insert düyməsindən gəlirik bir dənə fiqur götürürük, shape və hər hansı bir düzbucaqlını qoyaq. Biz bu düzbucaqlıda formula yazacağıq. Baxın, formulanı formula barda yazırlar adətən. Bərabər qoyub və xananı qeyd eləyəcəyik. Amma xananı qeyd eləmək üçün biz digər bir xanada, köməkçi bir xanada formulanı yazmalıyıq. Gəlin belə eləyək, bunları birləşdirək. Yazaq ki, T3 xanası and, yəni ay, ayı birləşdirəcəyik. Aydan sonra apostrof gəlsin. Baxın, mən mötərizə 2 dırnaq açıb apostrof qoydum, dırnağı bağladım, and birləşdirici ampersand vasitəsilə ili birləşdirirəm ona. Yenidən and eləyirəm və arada bir boşluq qoyuram. And eləyirəm və bu dəfə modeli seçirəm. Okay. Enter eləyirəm, mənə belə bir forma gətirəcək. İndi yenidən fiqurumuzu seçib burada bərabəri qoysaq və bu formulaya istinad eləyə bilərik. Həmin bu formula gələcək artıq fiqurun içinə. Gəlin onu bir qəşəng rəngə boyayaq. Biraz bold eləyək, mərkəzə yerləşdirək. Biraz da ölçüsünü dəyişək. Hər dəfə modelimə uyğun olaraq, yəni perioda və s. uyğun olaraq, baxın, burada fiqurun içindəki məlumatlar da dəyişəcək. Məsələn, mən 2027-ci ilin, deyək ki, büdcə rəqəmlərini görmək istəyirəm, avtomatik dəyişir. Deyə bilərsiniz ki, char və yaxud kod formulası burada hansı işə yarayır? Necə eləyə bilərik ki, bu fiqurun içində iyun 2027 sözü yuxarı sətirdə qalsın, məsələn, model aşağıya düşsün. Bunu alt-alta necə yaza bilərəm? Çünki burada alt-enter qoymaq mümkün deyil, eləcə də formulanın içində alt-enter basa bilmərik. Buna görə biz nə edirik? Baxın, bu hissədə mən probel qoymuşdum, boşluq. İldən sonra model, yəni bu büdcə sözü bir-birinə bitişməsin. Amma mən bunu siləcəm. Burada and işarəsindən sonra char formulasını yazıram və mötərizədə 10 yazıram. Soruşa bilərsiniz ki, 10 nə deməkdir?
ASCII kodlaşdırmasında 10 kodu, həmin bu line break, yəni sətir, abzas, sətir deyək də, belə deyək. Həmin bu, boşluğa bərabərdir. Yəni onun ASCII kodu 10-dur. Ona görə char 10 yazdım. And qoyuram və modeli ona birləşdirirəm. Görkəm olaraq formulada heç nə dəyişmir, amma biz burada shape-in içində yazdığımıza görə baxın avtomatik aşağı düşdü. Bunu bu formada sala bilərsiniz. Adətən mən dashboardlarımda bu deməli üsuldan tez-tez istifadə edirəm. Digər bir praktik nümunəni deyim. Çox maraqlı bir tendensiyadır. Yəni bütün məntiqi izah eləməyə çalışacağam sizə. Hələ ki keçməmişdən əvvəl baxın belə bir şey deyim sizə. Deyək ki, böyük A hərfi var, kiçik A hərfi var, düzdürmü? Bura yazacağım olan qarşılığını. Eləcə də böyük B hərfidir və yaxud kiçik B hərfidir və s. Bir neçə dənə hərfləri yazaq. C hərfi, D hərfi və kiçik D hərfi. Gəlin hər birinin kodunu tapaq, ASCII kodunu. 65 aşağıya sürüşdürürəm, 65, 66 və s. Kiçik hərflərin də eyni ilə kodunu tapaq, ASCII kodlarını. 97, 98, 99, 100. Bu formada eləyir. Və hal-hazırda bunların arasında, bu kodlar arasındakı fərqi hesablayaq. Bərabərdir 97-dən çıxaq 65-i. Cavab 32 alınacaq. Hər birində 32-dir. Buradan belə bir nəticə çıxır. Böyük hərflərin ASCII kodları ilə kiçik hərflərin ASCII kodları arasındakı fərq həmişə eynidir. 32-yə bərabərdir. 32 də bizdəki bu boşluqdur. Yəni probeli bildirir. Bu məntiqdən istifadə edərək biz böyük və yaxud kiçik hərfləri çevirə bilərik. Yəni böyüyü kiçiyə, kiçiyi böyüyə çevirə bilərik. Necə baş verəcək bu? Deyək ki, mən burada yazıram A hərfi. Məsələn, burada formulanı belə yazıram. Char. Mənə A hərfinin kiçik versiyası lazımdır. Char. Kod yazacağam. Deyirəm ki, A-nın kodunu tap və onun üstünə 32 gəl. Okay? Enter eləyəndə mənə artıq kiçiyini verəcək. Yəni plus 32 eləsəm, o mənə kiçiyini verir. Əksinə məntiqlə isə deyəcəm ki, char, yəni simvolu qaytar mənə, amma əvvəlcə kiçik A-nın kodunu tap və ondan 32 çıx. Yəni 97 tapacaq, 97-dən 32 çıxacaq. Cavab alınır, deməli böyük A hərfi. Bunu siz nə edə bilərsiniz? Bəzən olur, tutaq ki, məsələn, sözdə, Apple sözündə təkcə A-nın böyük hərfini və kiçildə bilərsiniz və yaxud böyüdə bilərsiniz. Bu, burada yalnız ilk simvol dəyişir. Yəni, charla kod formulası birlikdə ancaq birinci hərfi dəyişir. Bütün sözü çevirmək üçün isə bildiyimiz mətn formullarından istifadə eləmək lazımdır. Yəni, bura aiddir lower formulası və yaxud bura aiddir upper formulası. Yəni, sırf belə konkret nümunələr üçün isə bildiyimiz lower və upper formulasından istifadə edə bilərsiniz. Təkcə baş hərfləri üçün və belə bir kombinasiyanı da yoxlaya bilərsiniz. ASCII kodlarla bağlı digər bir məsələyə baxaq. Mən bir şey demək istəyirəm. ASCII-nin müəyyən məhdudiyyəti var. ASCII kodlar ancaq 0 və 127 aralığını dəstəkləyir. Nəyi nəzərdə tuturam? Deyək ki, 0 var burada. 0 koduna uyğun olan görək simvol hansıdır? 0 yoxdur. Okay, 1 var. Hər hansı bir belə bir simvol verəcək bizə və yaxud 2-dir. Görürsüz, burada əslində boşluq yox, hansısa bir bilmədiyimiz, gözlə görünməyən olan bir simvollardır. Və yaxud burada 127-yə uyğun gələn görək kod hansıdır? Baxın, bu da belə bir kodlardır. Amma 128-də də fərqli verir. Rəqəmləri, hərfləri və s. üçün, bildirmək üçün sadəcə və sadəcə latın əlifbasından söhbət gedir və bu aralıqda olan kodlaşdırmadan istifadə olunur. Amma bizim Azərbaycan dilimizdə elə hərflər var ki, onlar spesifik hərflərdir. Deyək ki, ədir, ödür, hətta kiçiyidir, üdür. Ondan sonra Ş hərfidir, Ç hərfidir, Ğ hərfidir və s. Bunlar üçün kod və yaxud char formulası uyğun gəlməyəcək. Məsələn, mən burada kod formulasını ə-yə tətbiq eləsəm,
O fərqli bir şey verəcək, yəni düzgün cavab verməyəcək. Bunun üçün əlavə olan formullar var. Bunlar Unicode və UniChar formulasıdır. Dəqiqə. UniChar və Unicode formulasıdır. Necə işlənir? Deyək ki, Unicode'u yazıram və Ə hərfinin kodunu görmək istəyirəm. Burada artıq digər koddaşdırmada 399-a bərabərdir. Və yaxud yenidən aşağıya sürüşdürsək, fərqli-fərqli bir şeylər görəcəyik. Okay. Və yaxud 220 qeyd eləyirəm, məsələn, və bunun baxmaq istəyirəm ki, hansı simvola uyğundur Unichar-da, Unichar qeyd eləsəm, burada görürəm ki, böyük Ü hərfinə bərabərdir. Yəni, yadınızda qalsın ki, spesifik hərfləri üçün, xüsusən Azərbaycan əlifbasında istifadə olunan formullar Unicode və UniChar-dır. Sonluq olaraq bir bonus sizə göndərəcəm. Bu, deməli, www.aski-code.com saytıdır. Birbaşa ASCII koddaşdırılması ilə bağlı olan bütün məlumatları burada görə bilərsiniz. Bu saytda siz ASCII kodları haqqında çox ətraflı məlumat ala bilərsiniz. Aşağı scroll elədikcə ASCII ilə bağlı bütün cədvəli görə bilərsiniz. Kodlardan ibarət cədvəldir. Mən ümumi bir məlumat verim cədvəl barədə. Deməli, ilk 32 simvol, yəni burada 0-dan 31 daxil olmaqla ASCII kodları unprintable, yəni çapda çıxmayan müəyyən simvolları bildirirlər. Bura aid ola bilər abzas, mətnin başlanğıcı, sonu və s. Çox müxtəlif, hansı ki biz onu gözlə görünmür, çapda da çıxmır. Həmin deməli simvolların kodlarını görə bilirik. 32-dən başlayaraq 127-yə kimi artıq siz burada həm deməli əlifbanı, hərfləri, ingilis hərflərini, həm deməli rəqəmləri və müxtəlif artıq gözlə görülən simvolların kodlarını görə bilərsiniz. Məsələn, elə ilk 32 kodu, ASCII kodu space probelə bərabərdir. Deyək ki, dollar işarəsinin kodu 36-dır, ənd işarəsinin kodu 38-dir və s. Burada hətta hərflər var. Məsələn, böyük A hərfi, böyük B hərfi və s. Daha sonra gəlir kiçik A hərfləri, kiçik hərflər və s. Bir şey bildirim, deməli, burada birinci gəlir ASCII kodları. Burada deməli 8-lik say sistemində olan onların kod qarşılığıdır. Hex kodlarıdır, binary, yəni ikilik say sistemində əksini tapan kodlardır. Simvolun özləridir. Yəni bütün bunlar artıq həmin simvolu bildirir. Məsələn, diyez işarəsi hashtagin ASCII kodu 39-dur, 35-dir və s. Bu hissə ilə artıq yoxlaya bilərsiniz. Çox gözəl cədvəldir, saytdır. Mən bu saytı da videonun aşağı hissəsində qeyd edəcəm. Bizi izləməyi unutmayın. Sağ olun.